Ali Həsənli. Birləşmiş Ştatlar İrana hücum əməliyyatı həyata keçirməklə bölgədəki təhlükəli vəziyyəti kəskin formada artırdı. İndiyə qədər hərbi yardımlar sayılmamaq şərti ilə istər Şərqi Avropa, istərsə də Yaxın Şərqdə sadəcə iki tərəf vuruşurdusa, artıq Vaşinqton bu qaydanı pozdu. Təbii ki, bu da Rusiya, Çin və İranın hərəkətə keçməsinə səbəb olub. Böyük üçlünün bundan sonra atacağı addımlar isə Birləşmiş Ştatlar daxil bütün qərbi narahat eləyir. Hazırda bölgədə hansı hərbi və siyasi proseslər baş verir? Araşdırmamız var. İranın Xarici İşlər Naziri Abbas Arakçı Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb. İRNA agentliyinin verdiyi məlumata görə Abbas Arakçı Amerika Birləşmiş Ştatları və İsrailin İran ərazisinə endirdiyi zərbələrlə bağlı Rusiya liderini məlumatlandırıb. Görüşdə regiondakı vəziyyət və İran-Rusiya əməkdaşlığı müzakirə olunub. Paralel olaraq Çin də Amerika Birləşmiş Ştatlarının İranın nüvə obyektlərinə hücumunu pisləyib. Artan gərginlik fonunda Pekin də daxil olmaqla İranın müttəfiqlərinin mübarizəyə qoşulacağına dair iddialar güclənib. İndiyə qədər İran və İsrail arasında müharibə iki tərəfli olsa da Vaşinqtonun savaşa cəlb olunması mövcud vəziyyəti dəyişib. Hazırda Tehrana ən böyük dəstək verə biləcək yeganə güc isə Çindir. Pekin Tehrana böyük hərbi və maddi yardımla Yaxın Şərqdə vəziyyətin Təl-Əviv və Vaşinqtonun əleyhinə çevrilməsinə şərait yarada bilər. Doğrudur, Çinin hazırda başqa ölkədə vuruşmaq təcrübəsi yoxdur, amma Pekinin sahib olduğu hərbi sursat Hindistan və Pakistan arasında baş verən münaqişədə Qərbin texnikalarından açıq şəkildə üstün olduğunu göstərdi. Böyük əhali və əraziyə sahib İrana da hazırda başqa dövlətin canlı qüvvə dəstəyindən daha çox yüksək səviyyəli silah və texnika lazımdır. Əgər Çin Birləşmiş Ştatların Yaxın Şərqdəki addımları fonunda Tehranı geniş hərbi imkanlarla təmin edərsə, bu bölgədə müharibənin həddindən artıq genişlənməsinə və İranın İsrail-Amerika Birləşmiş Ştatları qüvvələrinə qarşı böyük dirəniş göstərməsinə şərait yaradacaq. Bununla da Vaşinqton regionda ilişib qalacaq. Hal-hazırda Yaxın Şərqdə gərgin siyasi proseslər fonunda Çinin İrana yardım ola bilər, təbii ki, ancaq bu hərbi sursat və yaxud da PUA dronlarla əlaqəli ola bilər. Ancaq düşünürəm ki, indiki halda Çin tərəfi İrana öz hərbiçilərini, zabit və əsgərlərini göndərməz. Çünki praktikada da Çin başqa ölkələrə öz hərbiçilərini göndərməmişdir və hal-hazırki proseslərdə Çinin Tayvan kimi münaqişədə bir ərazi problemi vardır və ona görə də düşünürəm ki, Çin ancaq öz problemlərinə köklənmişdir. Çin isə yine fiilen bu çatışmaya girme olasılığı oldukça azdır, ancak kısmen uzakta olsa bir lojistik destek faaliyetlerini ortaya koyabilir. Geçtiğimiz günlerde 3 tane kargo uçağıyla Çin'e lojistik yardım götürdüğü konusunda uluslararası basında da yer aldığı hatadan çıkartılmamalıdır. Dolayısıyla Çin ve Rusya fiilen İran'ın yanında Amerika Birləşmiş Devletleri ve İsrail'e karşı bir çatışmaya girmezler. Əslində Birləşmiş Ştatların İrana hücumu bir növ Çinin istəkləri ilə uzlaşdı. Belə ki, hakimiyyətə gələndən bəri Pekinə qarşı sərt strategiya həyata keçirən Trump artıq sülhü təbliğ edən deyil, müharibəni böyüdən lider statusunu qazandı. İndi isə Çinin istədiyi tək şey geniş hərbi yardımlar fonunda İranın İsrailə qarşı qıcıqlandırıcı həmlələr etməsi və bunun fonunda savaşı davam etdirmək istəyən Təl-Əvivin Vaşinqtonla birgə regionda ilişib qalmasıdır. Bir neçə gün öncə Çin lideri Xi Jinping və həmkarı Vladimir Putin arasında telefon danışığı indiki məqamda da İran Xarici İşlər Nazirliyi rəhbərinin Moskva səfəri də böyük üçlünün sözügedən planla həmfikir olduğunu deməyə əsas verir. İran silahlı qüvvələrinin geniş formada hərbi əməliyyatlara başlaması və ərazi baxımında xeyli kiçik olan İsrailin bütün ərazilərinin raketlər və kamikaze dronları ilə vurulması da planın həyata keçirildiyini göstərir. Təbii ki, Ağ Ev çətin geosiyasi vəziyyətlə üzləşdiyinin və bir növ bataqlığa çəkildiyini yaxşı başa düşür. Çünki əgər bütün proseslər Çinin planına uyğun həyata keçərsə, Birləşmiş Ştatlar yeni Vietnam senarisi ilə üzləşə bilər. Çin de buna karşılık Amerika'ya İran üzerinde oyalayabilmek, İran'da bir Çin setti oluşturup Amerika'yı bu set içerisinde boğup adeta Vietnam sendromu yaşatarak Amerikan gücünün Çin'i baskılamasıyla ilgili harekata geçmesinin hem önünü almak veyahut da ötelemeye çalışmak. Onun için Çin resmi olarak ve Rusya resmi olarak İran'a destek olmasa da gayri resmi olarak İran'a destek olarak Amerika-İran gerginliğini
artırmak isteyecektir. Hadisələrin bundan sonra hansı formada irəliləyəcəyi isə Vaşinqtonun atacağı addımlardan asılıdır. Əgər Tramp Netanyahunu razı salaraq Tehrana hücumlardan geri çəkilərsə, yaxın şərqdə savaş dayana bilər. Əks təqdirdə Çin, Rusiya, İran üçlüsü ortaq hərəkət edərək dünya nizamını köklü formada dəyişəcəklər.